Salam dostlar, bugünkü dərsimiz tikişə hazırlıq mərhələsidir. Bu mərhələdə votechkanın köçürülməsi və hazır kalın parça üzərində necə kəsiləcəyi barədə məlumat verəcəm. Bel xəttindən yuxarı 2 sm ölçü qeyd edirik və bu nöqtəni sinə ucu ilə düz xətlə birləşdiririk. Çiyində olan votechkanı bu xəttə köçürürük. Yuxarı votechkanı bağlayırıq. Və boşluq bu hissədə yarandı. Altında olan votechkanı bu xəttə köçürmək üçün bel xəttini kəsirik. Və bu xətti sinə ucuna qədər kəsirik. Bel xəttindən aşağıda olan votechkanı yan tikişdən çıxarırıq. Sinə ucundan aşağı 2 sm ölçü qeyd edirik. Və bu xətti 2 yerə bölürük. Bu nöqtə və bu nöqtələri düz xətlə birləşdiririk. Bu bizim yeni votechka xəttimizdir. Ön hissəmizin lekalı hazırdır. İndi isə arxa çiyin votechkasını köçürürük, boyun dairəsi və arxa orta tikişə. Bunun üçün votechkanın ucundan orta tikişə və boyun dairəsinə düz xətt çəkirik. Və bu xətləri kəsirik. Arxa çiynimizdə votechkamızın eni 1 sm-dir. Bu 1 sm-i bu 3 xəttə paylayırıq.
Bu boşluqları verməkdə məqsədimiz, bu boşluqlar tikiş zamanı pasatkaya verilərək yığılır və boşluq burada əmələ gəlir. Beləliklə, votachka tikmədən kürəkdə boşluq, rahatlıq yaranır. Arxa lekalımız kəsimə hazırdır. Parçanı ütülədikdən sonra düz üzü üst-üstə gələcək şəkildə 2 qatlayırıq və parçanın kromkasını kəsirik. Daha sonra lekalımızı yerləşdiririk. Lekalımızı yerləşdirdikdən sonra 1 sm tikiş payı ilə kəsirik. Bir santimetr tikiş payı ilə kəsdikdən sonra votachkamızı parçaya köçürürük. Lekalımızı götürdükdən sonra votachkanı alt hissəyə köçürürük. Bunun üçün xətləri iynələyirik. Arxa hissəmiz hazırdır. Ön hissəmizi yerləşdiririk. Ön orta xətti parçanın parça qatında yerləşdirir. Geyimin ön hissəsinə tikiş düşməsin. 1 sm tikiş payı ilə kəsirik. Və geyimimizin ön detalı hazırdır.